Geranboy şəhərindən bütün Azərbaycana qucaq dolusu salamlar. Bugün Geranboyun ən maraqlı yerlərini sizə təqdim edəcək. Hara gedək? Harda Dami? Geranboyda! Getdik! Gəlmişik Geranboya, dedik səhər-səhər bir pürrəngi çay çək. Özdə Hasil restoranında, gölün kənarında ördəklərin səsi ilə. Çay həmişə bəzəkdir süfrəyə, süfrəmizə çay gəlsin çay. İçkisti üfləyə, üfləyə, süfrəmizə çay gəlsin çay. Çayın dadı gözəl, özü adı gözəl. Elçi gələndə qapına, ona şirin çay ver. Yasa sevginin adına, xoşbəxtliyə hay ver. Ona şirin çay ver. Yazdı yaydı payız qışdı, fərqi yox, gülümdə et çay qədər ədri yox. Yazdı yaydı payız qışdı, fərqi yox, gülümdə et çay qədər ədri yox. Bugün Geranboyda hava çox isti idi. Amma oradan biraz aşağı düşürsən dağın ətəyi Ağca kənd. O qədər sərindir, gözəllik də bu sərin hava, isti samavar çayı. Döşə də, iç geçsin. Tamaşaçılar, sizi bilmirəm, mən bu yayda üzüm, qarpız yeməsəm, sərinləmirəm də. Geranboya gəldinsə, dəblə geyinmək istəyirsən, neynəməlisən? Mütləq integral mağazasına gəlməlisən. Burada uşaqdan böyüyə kimi bütün geyimlər buradadır. Gəlin.
Ceyranboy integral mağazasında məktəbli geyimlərinə 50 manatlıq alış-veriş edənə 5% endirim var. Məhsullar hamısı Türkiyə və İtaliya istehsalıdır. həqiqətən də çox keyfiyyətlidir. Yadında da o gün dərziyə sən şalvarımı vermişdi ya, nə qədər günün altında ayaq üstə gözlədik. Bax, bu mağazanın bir şey xoşuma gəlir ən çox. Bax, oturmuşsan qəşəng, çay dəmliyiblər, veriblər sənə. Sən də oturub söhbət elə şirin-şirin dərzidə gözləyirsən şalvarın hazırlansın. Sanır da boyandan küləhliyir, adam sərinliyir, küləhliyir. İçmiş olsun, iç. Gəlmişik Goranboya, adı kimi özü də prestij olan Prestij Mebel salonuna. Siz də istəyirsiniz eviniz prestijli olsun, gəlin Prestij Mebel salonuna. Əziz tamaşaçılar, tək şəxsiyyət vəsiqəsi ilə mebelləri əldə eləyə bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, mebellər İtaliya və yerli Türkiyə istehsalıdır. Təmiz avadanlıqlardan istifadə olunur. Subaylar, sizə səslənirəm, evlənən cüzlüklərə endirim xüsusidir ya. Prestij Mebelin toydan sonra ödə kampaniyası var. Behinizi verirsiniz, toydan sonra da mebelinizin pulu gəlib ödəyirsiniz. Prestij Mebeldə daimi endirim kampanyaları da var. 12 ayın hamısında endirimlə yararlanın. Buranın bir özəlliyi də odur ki, yataq, qonaq, uşaq dəstində evinizə uyğun dizayn eləyib çatdırırlar. Subaylar, sizə səslənirəm. Cehizli üçün uzağa getmək lazım deyil. Merinos cehizlik mağazasına gəlin özdə, Goranboyda. Əladır ki, Amir. Alacağım çox şey var ya, amma mənim pulum çatmır bunları almağa. Necə eləyək ya, Amir?
Sənin xəbərin yoxdur. Burada zaminsiz, arayışsız tək şəxsiyyət vəsiqəsi ilə bütün məhsulları ala bilərsən. Nə yaxşı. Onda bir şəxsiyyət vəsiqəsi. Yox, gedək sənin adına sənədləşdirək. Burada bütün məhsullara zəmanət verilir. Və 25% endirim var. Burada satılan bütün məhsullar Türkiyə və Çexiya istehsalıdır. Və Çindən birbaşa özləri gətirir. Evi dəyişdirəcək 2 aksesuar var ki, biri pərdədir, biri də xalça. Ona görə də gəlmişik Geranboyda Merinos tekstilə. Gedək seçək. Gedək. Burada həm də pərdələrə də endirim var. Özü də 25%-dən başlayır. Pərdələrə xüsusi endirimlər davam edir. Bütün pərdələr Türkiyə istehsalıdır. Və cehiz alanlara gözəl hədiyyələrimiz var. Xalçalar Türkiyə və İran istehsalıdır. Həm yundu, həm də antibakteriyaldır. Xalçalara endirimlər davam edir. Həm də burada da 10% endirimlər var. Əladır. Qardaş, yüklüyün maşına. Bax Amil, toz soğan istəyirəm, soyuducu istəyirəm, kondisioner istəyirəm, nə bilim, ət maşını istəyirəm. Hər şey istəyirəm olsun da o mağazada, ora-bura qaçmayım. Ona görə də gəlmişim Merinos'un elektronika mağazasına. Gedək. Nə yaxşı. Filtrəsi, soyuducu, kondisioner. Peçlər, toz soğuranlar, fenlər. Kredit tək şəxsiyyət vəsiqəsi ilədir. İlkin ödəniş zaminsiz, arayışsız.
.az Ceyranboya gəldin sən, mütləq isti su sağlamlıq müayinə müalicə mərkəzinə gəl. Hə, gəlmişik isti suya. Görək Amil cavanlaşacaq, yoxsa isti suda yanacaq. Hə, Amil? Mən niyə yanıram ki? Mən yandırıram. Mən həmişə cavanam. İsti su da mənə xoş təsir edir. Elə mənim özümə də lazımdır. Allergiya vermişəm. Görək neyniyəcəklər. Gedək? Gedək. Doktor, özünüz haqqında məlumat verərdiniz tamaşaçılarımıza. Mən İsmailov Şaiq, Türkiyədə Hacəttepe Universitetindən məzunam, fizioterapiya şöbəsinin həkimiyəm. Hal-hazırda Şəfa İsti Su Sanatoriyasında fəaliyyətdəyik. Doktor, isti suyun insan orqanizminə xeyirli təsirləri hansıdır? İsti suyun insan orqanizminə onurğa ağrıları, onurğa problemləri, xəstəlikləri, oynaq xəstəlikləri, dəri xəstəlikləri, duzdaşma, osteoxondroz, radikulit kimi xəstəliklərə faydası çoxdur. Əziz tamaşaçılar, insan orqanizmi sağlamlığı hər şeydən önəmlidir. Siz də canınıza baxın, ən əsas. Hal-hazırda Ceyranboyun Goran qəsəbəsindəyik. Adını eşitmişdik, amma görməmişdik. Həmin o istisi bax buradadır. Mən artıq müalicəmə başlayıram. Xahiş edirəm, məni narahat eləməyin. Mən də isti suda səmərəli istifadəyə gəlmişəm, sağ olun. Siz deyin, bundan sonra hara gedək?